Mən İskəndərov Ömər. Biz bu yarışa İsmaili şəhər 6 nömrəli tam orta məktəbindən qoşduruq. Bizim kateqoriyamız Next Gen Creators'dır. Bu kateqoriyada biz körpü dizayn edirik. Komanda yoldaşım və körpünün dizayneri Həsən Ömər də bu körpü dizaynının əsas dizaynerlərindən biridir. Körpünün əsas olaraq 13 hissədən ibarətdir. Bu hissələr mexaniki birləşmələrlə qoşulur bir-birinə. Qoşularkən Yapon memari üslubundan istifadə etmişik ki, körpünün taxılan və çıxılan hissələri bir-birinə tam şəkildə otursun. Mən Rəhmanov Emin, mən bu komandada 3D dizayn və CNC işlərinə baxıram. Bizim robotumuz 4 təkərdən ibarətdir və gövdəyə bağlı və gövdəni bütün işləri 3D printer və CNC aparatı ilə düzəltmişik. Robotumuzun gövdəsini isə CNC aparatından çıxartmışıq və gövdəyə bağlı digər hissələri 3D printerdən çap etmişik. Biz inanırıq ki, SAF 2025 yarışında qalib komandalardan biri olacaq.